Nəfəs, Şahnaz muğamı sənlikdir. Əlbəttə mənə təsir edir, mən bu sənətin əziyyətini çəkmişəm. Sən Şahnaz muğamı oxuyansan, sən öz kökündə Şahnaz muğamı oxuya bilərsən. Sən qabaq tutub əlində muğam oxuya bilərsən. Bax, danışmayacaqdım, indi sual verdiniz, danışdım. Bəziləri də yazır, Şahnaz muğamını heç kim tanımırdı. Yalnız ata-ana nəhlət tanımırdılarsa, yalnız ata-ana nəhlət tanımırdılarsa. Nəfəs, Şahnaz muğamı sənlikdir. Şahnaz muğamı oxuyanlar var. O boyda Əjdaha Sevinç Sarıyeva var, Aygün Bayramova var, Nəzakət Teymurova var. Sən Şahnaz muğamı oxuyansan, sən öz kökündə Şahnaz muğamı oxuya bilərsən. Bəlkə sənə kimsə də söz verir. Mən bilirəm, indi deyəsiniz Təyyar müəllim söz vermədi Təyyar Bayramov, mənim əziz dostum. Təsnif dedi. Mən baxdım, təsnif başqa şey. Təsnif başqa şey. Təsnif başqa şeydir. Hər muğamın öz təsnifləri var, öz şöbələri var, öz təsnifləri var. Amma bu o demək deyil ki, indi həşür düşür, bəzi də avvam adamlar deyirlər ki, Nəfəs Şahnaz muğamını tanıt. Utanmırsınız siz belə sözlər danışsınız. Görürsən, indi təsir edir sənə. Əlbəttə mənə təsir edir, mən bu sənətin əziyyətini çəkmişəm. Siz mənim uşaqlığımdan tanıyırsınız. Neçə illərdir. Mən əziyyət çəkmişəm, illərdir universitet, musiqi məktəbləri bitirmişəm, sonra universitetlər, ondan sonra magistr. Niyə lazımdır belə şeylər? Bizim muğam, bizim dəyərimizdir. İnsanların çoxu musiqini bilmirlər. Dəyəridir, bu bizim tariximizdir. Hər özünü oynadan çıxsın, muğam oxusun. Sən qabaq tutub əlində muğam oxuya bilərsən. Bax, danışmayacaqdım, indi sual verdiniz, danışdım. Yoxsa bəziləri də yazır, Şahnaz muğamını heç kim tanımırdı. Yalnız ata-ana nəhlət tanımırdılarsa. Hamı bilir ki, muğam bizim beşiyimizdir. Musiqimizin beşiyidir. Necə ola bilir? O boyda, Xan Şuşunski, Çapar Qaryağdı oğlundan bu yana... Sənət adamları mı dedi ki, Şahnaz muğamını heç kəs tanımırdı? Kim deyir bu sözləri? Bilməm, mənə tələbələrim gəlib deyir, Talib müəllim, görürsünüz, vəziyyət nə yerə çatıbdır. Biz əziyyət çəkirik, oxuyuruq, kimsə belə deyir. Yox, onu yəqin adi adamlar yazırlar. Vəfa xanım, Dilbər operası oxuyanda da elə dedilər, ariyasını, dedilər ki, onu da tanımırdılar, onun sayəsində tanımırdılar. Kim tanımırdı? Çünki bəzi adamlar, bəzi sabatsız insanlar bilmirdi. İllərlə bunu Flora Kərimova bizim uşaqlığımızdan Qaynana kino filmində oxuyubdu. Hamımız bilirdik, siz bilmirdiniz bəyəm. Hamı eşitmişdi. Burası bilməm, bəlkə də öz qohum əqrabalarıdır, yazırlar, neyinirlər, başım çıxmır. Biraz danışanda danışığımıza fikir verin. Muğam bizim milli musiqimizdir. Olsun Dilbərin ariyası. Fikrət Əmirovun bu dünya səviyyəli Sevil operasındandır. Danışırlar ağızlarına nə gəldi. Bir el arası söz var, stopu basın da. Elə babam mənə kör deyib, hər gəl gedənə vur deyib deyil.